Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala karşıdan gelen günlerinizi hayran bedde eylesin. Bildiğiniz gibi bugün Cuma günüdür. Cuma gününüzü de cümlenize mübarek eylesin Allah Teala. İsterim bu günleri ileride size dediğim gibi İmam Hüseyin Aleyhisselam'ın sohbetlerinden bir kadar edem. Daha doğrusu ilerideki sohbetimin devamını edem. Amma bir dənə ibrətnamə oxuyub, dalıcan İmam Hüseyin Aleyhisselam'ın söhbətini edəcəm. Ey könül imkan nə sənindir nə mənim, çəkmə qəm sevgilim canan, nə sənindir nə mənim. Çox təmənna edib aləmdə küçürdümə özünü, gül və gülzar və gülistan, nə sənindir nə mənim. Mal-i dünyanı görən kim aparıb dünyada, gözəlim Mələk-i Süleyman, nə sənindir nə mənim. Getməzən əyri buruq yoldu bu dünyayı dəni, getməzən əyri buruq yoldu bu dünyayı dəni, hər nə var mali firavan, nə sənindir nə mənim. Nə tikibsən gözünü sərvədi dünyaya gözüm, Cöhər-i ləl və bədəşan, nə sənindir nə mənim. 5 günün ləzzətinə uyma əzizim bir oyan, 5 günün ləzzətinə uyma əzizim bir oyan, ləzzəti kitaba payan, nə sənindir nə mənim. Aləmin sahibi var, dəhridə qan tökmək nədir? Gözəlim bu tökülən qan, nə sənindir nə mənim. Hər nə ki fikr edib səni xoş yaradıbdır yaradan, hər yer abad ola viran, nə sənindir nə mənim. Qurtaran ömrünü fikr eylə ki, sürət ilə keçir, yoxsa bu süfrə-i ehsan, nə sənindir nə mənim. Sahibi cay cəlal olmamısan, olmam məlul, dəhridə lölü mərcan, nə sənindir nə mənim. Kim gəlib kamala nakam gedib dünyadan, söyləyib dilbəri canan, nə sənindir nə mənim.
Bu fena mülküdür ey dini. Dil üreye diyerler. Bu fena mülküdür ey dil, ne kadar gafilsen. Gedirsen olma perişan, ne senindir ne benim. Bir vefadan ne vefa ummalısan, gem çekirsen. Çıkarırsan sözü yaddan, ne senindir ne benim. Fikrini, sözlerini başta sakla ey gözüm. Bunu bil alim imkan, ne senindir ne benim. Ey gözüm, sevmeli dünya, ne senindir ne benim. Sen fakat eyle tamaşa, ne senindir ne benim. Dehre bel bağlama, sürenle gerek ayrılasan. Bunu bil yar dilerim, ne senindir ne benim. Küncü Karun ne vefa eyledi Karun'a mecer. İşret ve servet dünya, ne senindir ne benim. Bu kadar lezzeti dünyanı sevenler nece olup, Nəğme-i cengi nəği şanə senindir ne benim. İşreti dar fenadan uman agirdi mecer. Melek İskender ve darav, ne senindir ne benim. Bu Gülistan'da gerek artırasan tecrübeler. Okuyan bülbül şeyda, ne senindir ne benim. Her kimin her neyi var, buradan alır, burada kalar. Ateşini saçır bu sehpa, ne senindir ne benim. Aktarak mükedder vehdeti alemde tapak. Bu vefasız meyve meymane, ne senindir ne benim. Ne sana lezzeti dünya kalacaktır ne bana. Bu yakin dirhamı dünya, ne senindir ne benim. Bu güzellik, bu cavanlık, böyle bir kaddiresa. Can alan herkes şehla, ne senindir ne benim. Bakırsan hüsnüne mağrur olursan, kaş gözüme bilmirsen çöhre-i ziba, ne senindir ne benim. Demirsen bu güzel ezanı veren senden bir gün alır. Demirsen bu güzel ezanı veren bir gün senden alır. Koy deyim bu güzel ezan, hatta ne senindir ne benim. Fikri ya söylediği sözlerine eyle emel. Bu güzel dehri diler, o ne senindir ne benim. Akhbar ve hadislerden belə anlaşılır ki, İmam Hüseyin Aleyhisselam'ın Kərbəlada 3 nəfər
balaca, səğir, oğlan, uşağı vəfat edib və şəhid olub. Biri Cəfər, biri Abdullah, biri İsa Əli Əsgər. Belə ki, Cəfər ilə Əli Əsgərin şəhid olmalı qəziyyəsi müfəssəl şəkildə qarşıda zikr olundu. Amma üçüncü tifil, balaca uşaq ki, bərəvayət, irşad, adı Abdullah idi ki, Aşura günü elə ki, İmam-ı Məzlumu atın arxasından Kərbala toprağının üstünə yıxdılar. O büzürgüvar üçün qəş arız oldu. Elə ki, Həzrət huşa gəldi, istədi durub sahibsiz qalan balalarına kömək edə, zəifliyin çoxluğundan dura bilməyib, yenə o məzluma qəş arız oldu. Verilən xəbərlərə görə qoşun cəmaatından hər kəs ki, onun yanına gəlirdi, o məzlumu halətsiz görüb qayıdırdı ki, nabada o Həzrəti nahaq qanı onun boynuna tökülə və başqa bir rəvayətə görə hər zalim ki, o cənaba yetişirdi, bir noyu ilə o məzluma yara vururdular. Ta inki bərəvayət məclisi mərhum o Həzrətə 4000 ox yarası və 180 qılınc və nizə yarası o məzluma vurmuşdular. O böyük şəxsiyyət o halətlə belə hər qədər kömək istəyirdi, bir əhdi ona kömək eləmirdi. İrəlidə qeyd elədik ki, o Həzrətə 4000 ox yarası və 180 qılınc və nizə yarası o məzluma vurmuşlar. Ola bilsin, bəzi insanlar belə sözə inanmaz. Əslində burada yara dedikdə təkcə qılınc yarası və yaxud ox yarasından söhbət getmir, o məcazi mənadadır. Əsl həqiqətdə, yəni İmam Hüseyin əleyhissalamın həyatı boyu eyni zamanda Mədinədən xüruc edib, ta Kərbalaya gələnə qədər olan bütün hadisələri üst-üstdən bir yerə toplasaq, nəinki burada yazılan, bəlkə ondan da çox onun üçün dərd, bəla, yara hesab olunar. Yəni burada ravi onların hamısını birlikdə yəqin ki, təxminən də olsa və yaxud bəlkə də alimlərimiz bunları sadalayıblar, bu dərəcədə olub, orada qeyd ediblər. Rəvayətdə varid olub ki, İmam Hüseyin əleyhissalamın övladından bir nəfər balaca, səğir uşaq ki, adı Abdullah idi, Həzrətin yanına özünü çatdırıb, atasını o noyu yaralı halətdə görüb, bahar buludu tək, gözlərinin yaşını töküb ağlayırdı. Və İmam Hüseyin əleyhissalam da o balaca uşağını öpürdü və ona təsəlli və əram verirdi. O tifil atasının nəvazişlərinə görə bir qədər aram olurdu. Bu vaxt Nagah Bəni Əsəd taifəsindən bir məlun yetişib, gördü ki, o məzlum ağa o zəif haləti ilə balasını yaralı sinəsinə basıb öpür və o uşağa təsəllilər verir və mübarək əlini onun üzünə və zülflərinə çəkir. Ah, va oyla o birəhm öz rəfiqlərinə dedi, görün indi mən necə bu balanı atasından ayıracağım. Bəs irəli yerib o tiflin yaxasından tutub Həzrətin qucağından götürdü. Aya siz elə bilirsiniz, o tiflin ağlar, gözlərinə rəhmi gəldi. Götürdü ki, ona təsəlli versin. Aya onun susuzluğuna rəhmi gəlib,
götürdü ki ona su versin. Bəs o məlun nə elədi? Belindən xəncərin çəkib o balaca uşağı çovğan kimi havaya qovzayıb, indirib qoydu nəhs dizinin altında. Həzrətin gözünün qarşısında o bala uşağın nazənin başını bədənindən ayırdı və şəhid elədi. Ah, ah, Həzrət balaca balasını başı kəsilmiş görəndə mübarək qəlbi dərdə gəlib, əlini uzadıb o tifli nahaq qanını əlinə tutub göyə atıb, dərgahı qaziyəl hacata, yəni istəklərə hökm verən hakimə bu qərar ilə münacat elədi. Yəni Xudavəndə, hala ki qəza və qədərin buna rəy olub ki, nüsrət və imdadını bizdən kəsəsən, bu şəhadəti bizim üçün xeyr edib, bizim bu zalim düşmənlərimizdən intiqam al. Amma İmam Həsən əleyhissalamın Kərbalada 3 oğlu şəhid oldu. Biri Əhməd, biri Əbdullah və biri isə Cənab-ı Qasım idi. Və rəvayət kitabı. Məlhuf Səyyid İbn Tabus mərhum vaxtı ki İmam Hüseyin əleyhissalam yaralı bədənlə Kərbalanın isti qumlarının üstünə düşmüşdü və zəifliyin çoxluğundan gah bihuş olurdu və gah huşa gəlirdi. O bihəya və bimürüvvət cəmaat gah sükut edirdilər, gah o məzlumun üstünə hücum avar olub, noibə noi ona əzab və əziyyətlər edib, yaranı yara üstündən o məzluma vururdular. İmam Həsən əleyhissalamın Kərbalada bir səğir, yəni balaca oğlu var idi ki, adı Əbdullah idi. O xeymələrdə idi. Bu balaca uşaq bir vədə baxdı, gördü ki, qoşun cəmatı əllərində qılınc, xəncər və nizə ilə qərib əmisinin üstünə tökülüblər. Yaranı yara üstündən vururlar. Qeyrəti haşimiyyəsi cuşa gəlib, va amma deyə və başına vura qərib əmisinə kömək etmək qəsdi ilə meydana tərəf qaçmağa başladı. Həzrət gördü ki, qardaşının yetim balası gəlir, uca səsi ilə səsləndi. Bacı Zeynəb, Əbdullahı tut, saxla, qoyma gəlsin. Xanım sürət ilə qaçıb Əbdullahı tutdu, çəkdi xeyməyə tərəf. Əbdullah dedi, ey əmmə, yəni ey bibi, burax məni, and olsun Allaha, əmimdən ayrılmaram. Sonra dedi, bibi, bir meydana bax, onlar o qərib əmimi gör nə qərar ilə yıxıblar. Burada yəni söhbəti daha dayandırıram, yəni dəqiqəsi çox oldu söhbətin. İnşallah ardı gələn söhbətində edərəm. Allaha əmanət edib sizdən hələlik ayrılıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.